Salam, hər vaxtınız xeyir olsun. Deməli, 25 yanvar 2026-cı il dəyər nəşrlərinin növbəti buraxılış imtahanı keçirilib və sualların izahını vermiş olacağam və inanıram ki, videonu bəyənəcəksiniz. Şərh bölməsinə fikirlərinizi yazacaqsınız, suallarınızı yazın, cavablandıracağım və kanalıma abunə olmağı da yaddan çıxarmırıq. Başlayaq birinci sualla. Hansı cümlədə qoşma işlənməyib? Deməli, birinci cümlədə bəşəriyyət üçün var. İkinci cümlədə göz yaşımla, sirdaşımla var. Sonra tonqalın gür yanmağına baxmayaraq Sandro odun dalı ilə getdi. Getmək bəhanəsi ilə dəstədən ayrıldı. Burada var. Məsələn, o dağlardan danışıram ki, zirvələri daim qarla örtülüdür. Nə ilə örtülüdür? Burada var. Amma D variantında problemin həlli ilk növbədə onun düzgün dərk olunmasındadır. Yəni, problemin mahiyyətini dərk etmədən onu həll etmək olmaz. D variantında qoşma yoxdur. Cədvələ əsasən iftixarla sözünün fonetik təhlilini bizdən soruşur və doğruları, deməli, tələffüzdə olacaq iftixarla şəklində tələffüz ediləcək. Doğrunun altından doğru, yanlışın altından yanlış. Yazılış və tələffüz arasında 3 fərqli məqam var. T-yə çevrilib, L-yə və əlavə N artırmışıq. Bir doğru. Vurğu son hecan üzərindədir. İftixar və iftixarla. Xeyr, lalə orada zərf düzəldən şəkilçi vurğu qəbul etmir. 2 yanlışdır. 2 olan variantları həmən siləcəm. 1 olmayan variantı da sildim. Sözdə qarşılığı olmayan 2 samit işlənib. Xeyr, qarşılığı olmayan 3 samit işlənibdir. Ona görə deməli 3 də yanlışdır. 4-ə baxacağım. Sözdəki açıq və qapalı saitlərin sayı eynidir. Qapalı sait 2 dənədir. 2 dənə yəni i var. 2 dənə də açıq sait var. A var. Ona görə A doğrudur. Yanlış fikir deyil. 4-ü də sildim. Ahəng qanunu pozulmayıb. Pozulubdur. Həm incə, həm qalın sait var. Sözdə 3 kar samit işlənibdir. Kar samitlər hansılardır? Burada F-dır və X-dır. 2 dənə kar samit var. Ona görə yanlışdır. Yəni biz tələffüzə baxmalıyıq. Yazılışında 3 dənə kar samit var. Bizə tələffüz lazımdır. Ona görə cavabımız 1, 5, 6. Ağ göyərçin ifadəsində göyərçin sözünü götürüb yalan sözünü qoysaq, birinci tərəfdəki ifadə məcazi məna ifadə edər. Sillogizm qrammatik şəkilçilər sözün leksik mənasını yox, yalnız formasını dəyişirsə, ismin hal şəkilçiləri də qrammatik şəkilçilərdirsə, deməli ismin hal şəkilçiləri sözün yalnız formasını dəyişmiş olasıdır. Cümlə üzvləri və cümlələr arasında əlaqə yaratmağa xidmət edən bağlayıcını bizdən soruşur. Bizə lazımdır tabesizlik bağlayıcısı lazımdır. Çünki tabelilik bağlayıcıları, məsələn ki, aydınlaşdırma, hərçənd ki, güzəşt, ki, belə ki, aydınlaşdırma. Bunlar tabelilik bağlayıcılardır və cümlə üzvlərini bağlamağa, əlaqələndirməyə xidmət etmir. Yalnız tabeli mürəkkəb cümlənin tərəfləri arasında işlənir. İlə tabesizlik bağlayıcısı olsa da cümlə üzvlərini əlaqələndirə bilmir. Ona görə bizim cavabımız nə qalır? O cümlədən. İştirak bağlayıcısı həm də ki o cümlədən, o sıradan, hətta da və s. 36-cı sual. Hansı cümlədə zərfin hansı məna növünə aid daha çox nümunə var? Deməli, qonaqlar eviyyəsi ilə mehribancasına, bu tərzə hərəkət, içəri yer, səhər mehi, səhər isimli, birazdan dumanı yox edəcək. Bu oldu zaman. Balasını axtaran pişik təşvişlə, deməli, tərzə hərəkət, ora buranı, bu da yer. Usta gecə də işlədiyindən çox yorulmuşdu. Nə vaxt? Zaman. İşlədiyindən çox yorulubdu. Nə qədər? Bu oldu miqdar. Babam çox yaşlansa da oldu miqdar. Ruhən cavandı. Bu da oldu tərzi. Bax, 3 dənə tərz var. Düzdür? 3 dənə tərz var. Yer 2 dənədir. Yer 2 dənədir. Zaman 2 dənədir. Miqdarda 2 dənə. Deməli, ən çox nə var? Tərzə hərəkət. Ona görə cavabımız A-dır. Ehtiyatla hərəkət edirdilər cümləsində zərfin morfoloji təhlilinə aid səhv fikri soruşur. Təsriflənən feylə aiddir. Bəli, hərəkət edirdilər. Xəbər şəklində olan feylə aiddir. Necə sualına cavab verir? Necə hərəkət edirdilər?
ehtiyatla. Tərz hərəkət zərfidir. Bu da doğrudur. İsimdən düzəlibdir. Ehtiyat ismindən düzəlib. Doğrudur. Hərəkət ismini izah edir. İsminə aiddir. Xeyr. Burada hərəkət etmək bircə mürəkkəb feildir. Ona görə Y variantı səhvdir. Qoruyacaq feilin hansı şəkilçini artırsa, sözdəki şəkilçilərin hər ikisinin yazılışı və deyilişi fərqlənəcək. Yəni burada qorumaq sözün kökü də acaq-əcək. Düzdür. Mən buna qorumayacaq. Yəni mana artırsam bunun tələffüzü bu şəkildə olacaq. Qorumuyacaq şəklində. Deməli, nə baş verdi? Həm mamə inkar şəkilçisi fərqli tələffüz ediləcək, həm də acaqın qısı xıya çevriləcək. Ona görə cavabımız A-dır. Ları qoysaq yalnız qıya çevriləcək. Sanı qoysam yenə qıya, dığını qoysam yenə qıya, mışı qoysam yenə qıya çevriləcək. Yəni bu şəkilçilərin tələffüzündə fərq yaranmayasıdır. Ona görə cavabımız A variantıdır. Hansı sözün yazılışı səhv verilibdir? Burada da Hüseyin xətt sözündə ü olmamalı idi. Cavabımız oldu D. Biri düzəltmə sayı deyil, hər biri düzəltmədir. 15-ci mürəkkəbdir, rahat bir sualdır. Deməli, belə bir maraqlı bir mətnimiz var bizim. Publisistik üslubda olan bir mətn nümunəsidir. Mətnlə tanış olmayan abituriyentlər mətni dayandıraraq, videonu dayandıraraq daha doğrusu mətnlə tanış ola bilərlər. Mətndən bu qənaətə gəlmək olmaz ki, baxaq görək. Gəlmək olar daha doğrusu. Friedrich Becher Azərbaycan muğamlarının Avropa klassik musiqisindən üstün olduğunu düşünürdü. Mətndə belə bir fikir yoxdur. Danışan pianoda yalnız Alman bəstəkarlarının əsərlərini ifadə edirdi. Səhvdir. Azərbaycan əsərlərini, musiqilərini də ifa edirdi. Becher əvvəlcə ifa olunan musiqini, baxın, əsərin təhrif olmuş variantı hesab etmişdi. Deməli, bəli, bax bu doğru fikirdir. Çünki burada bayatı İsfahan muğamını ifa edəndə deməli Becher düşünür ki, həmin əsər deməli Johann Sebastian Bach Alman bəstəkarının əsərinin deməli re minor, tokata və fuqa əsərinin tokata hissəsini təhrif etmiş forması kimi anlayır. Ona görə bu mətnə görə belə bir qənaətə gələ bilərik. Deməli, daha sonra baxıram, plan başlığı ola bilməz, ola bilər. Azərbaycan muğamının ifası və anlaşılmazlıq. Bu plan başlığı ola bilər. Hansı ki, hadisəni nəql edən şəxs burada Azərbaycan muğamını, bayatı İsfahan muğamını ifa edir və burada deməli Friedrich Becher'in bir anlaşılmazlığı olur. Ona görə bu ola bilər. Biri sildim. Bir olan variantı mən siləcəm. Azərbaycan muğamlarının tarix inkişaf yolundan danışmır. Becher'in muğamın xalq yaradıcılığı olduğunu öyrənməsi, bəli, ən sonda öyrənir ki, muğam, belə deyək də, xalq yaradıcılığına məxsusdur, xalqa məxsusdur. Bunu öyrənir və hətta deyir ki, bu mənim üçün bir yenilik oldu deyə gülümsüyür. Ona görə deməli 3 də plan başlığı ola bilər. Bizə ola bilməz lazımdır. Ona görə 3 olan variantı da siləcəm. 1-2 olacaq. Plan başlığı ola bilər nə? Parximdə musiqi mağazası və Friedrich Becher'in həyatı. Bəli, burada Parximdə musiqi mağazası var. Hansı ki, bir kərpiz bir bina var. Onun alt qatı musiqi mağazasıdır. 3 qatında da Friedrich Becher yaşayır. Düzdür, bunu burada həyatından yazır. Burada qısa da olsa, məsələn, deyir ki, o əvvəl Berlin Simfonik Orkestrində çalışırmış. Sonra işdən azad edildikdən sonra ata yurdu Parximə qayıdır. İfaçılıq sənətindən bir dəfəli əl çəkir. Burada musiqi mağazası açır. Evdə də varlanan uşaqlarına skripka çalmağı öyrətməklə dolanırmış və s. Yəni bu da müəyyən mənada onun həyatıdır. Ona görə bu plan başlığı ola bilər. Musiqinin mədəniyyətlər arası əlaqələri təsirindən danışmır. Düzdür, dolayısı yolla var, az da olsa var, amma tam olaraq məsələ o deyil. Muğamların klassik musiqi ilə oxşarlığı, bəli, bax burada Azərbaycan muğamının Alman klassikinin musiqisinə oxşarlığından danışdı. Deməli 2, 4 və 6 o da D variantı. Əvvəldə rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənibdir? O biri 1-dir. Mağazadan, bax burada musiqi alətlərinin adlarını çəkilir, eləcə də bəstəkarların müxtəlif alətləri üçün yazdıqları əsərlərin notlarını almaq olardı. Birdəki tamamilə bütün sözlər hamısı həqiqidədir. Və bir də 3. Mən Azərbaycan muğamı bayatı İsfahanı ifa edirdim. Burada da bütün sözlər həqiqidir. 1-3. Məsələn 2-də pianonun dili məsələsi var. Məsələn 4-də burada
yadıma gəlmir məsələsi var. Ona görə yəni məcazi ifadələr işlənibdir. Cavabımız olacaq 1 və 3 D variantı. Mətnlə bağlı nə yanlışdır? Maraqlıdır. Friedrich Becker ifaçılıq fəaliyyətini tərk etdikdən sonra yalnız musiqi alətlərinin satışı ilə məşğul olurdu. Xeyr, o evdə həm də varların uşaqlarına dəstə deyirdi. Ona görə bir yanlışdır, biri bir olacaq. Nəql edici mağazada Azərbaycan musiqisini sərbəst şəkildə ifa edə bilirdi və buna etiraz olunmurdu. Nəql edici hadisə nəql edən şəxs həmin mağazada Azərbaycan musiqisini sərbəst şəkildə ifa edə bilirdi və buna etiraz olunmurdu. Bax, burada görək, bu hissədə belə bir məqam var ki, deyir ki, bax, deyir ki, mən adətən Beçerin mağazasına girib musiqi alətlərinə tamaşa edir. Bəzən də küncdəki piano da Azərbaycan havalarını çalardım və mağaza sahibi buna görə mənə bir söz demirdi. Aydındırmı? Hə, burada necə dedi? Azərbaycan musiqini sərbəst şəkildə ifa edə bilir də buna etiraz olunmurdu. Bu mətndə var. Ona görə mən içini yaza bilmərəm. Becker muğamın Avropa musiqisi ilə oxşarlığını əsasən melodik quruluşda görürdü. Bax, 3-ü saxlayacağım. 4-ə baxacağım. Bayatı Şiraz muğamının ifası zamanı Beckerin davranışları onun musiqiyə tənqidi yanaşdığını göstərir. Bax, burada Bayatı Şiraz musiqisinin ifası zamanı, bax, burada qeyd olunur ki, qoca pianonun böyrünə dirsəklənib qızılı eynəyin altından iri görünən gözlərini qıyaraq sakitcə dinləyir. Sonra nə edir? Qırışlı sifətin əzəllərini hərdən görürdüm ki, onun qırışlı sifətin əzəlləri hərdən tərpənir. O pianon dilləri üzərində gəzən barmaqlarıma diqqət yetirib qaşlarını çatırdı. Bax, bu onun nəyidir? Musiqini dinləyərkən musiqiyə tənqidi yanaşdığının göstəricisi kimi davranışlarını biz görürük. Yəni 4-də var. 4 olan variantı siləcəm. 5-ə baxacağım. Muğamların müəllifinin olmaması Becker üçün gözlənilməz və yeni məlumat idi. Bəli, ən sonunda biz nə gördük? O hansı ki hadisəni nəql edən şəxs deyir ki, muğamların müəllifi yoxdur, xalqa məxsusdur, yaşı da bilinmir, nəsildən nəslə keçib yaşayır və Becker deyir ki, bu mənim üçün yenilik oldu. Deməli, adam həqiqətən də gözlənilməz idi o həmin o məlumat onun üçün. Aydındır və yeni bir məlumat idi və 5 də var. Ona görə biz nə götürəcəyik? Cavabımız 1-3, yəni A variantı olmuş olacaq. Amma gəlin 3-ə bir daha baxaq. Deyir ki, Becker muğamın Avropa musiqisi ilə oxşarlığını əsasən melodik quruluşda görürdü. Əsasən melodik quruluşda görmürdü. Çünki burada bir neçə yerdə deyir. Bax, o hissəni də göstərim sizə. Deyir ki, deməli, ayrı-ayrı yerləri lap eynidir. Bax, görsənmi? Elə ancaq melodiyasından getmir söhbət. Ayrı-ayrı yerləri deyir, lap eynidir. Ona görə 1-3 yanlış fikir olmuş olacaq. Nöqtələrin yerinə hansı sözləri yazmaq mümkündür? Deməli, bax, burada deyir, qoca nəysə fikirləşib sözünə davam etdi, amma Toccata'ya deyir, elə bənzəyir ki, elə oxşayır ki, hətta ayrı-ayrı yerləri də deyir, eynidir. Ona görə oxşayır və bənzəyir. 3 ilə 4-ü yazacağım, B variantı. 46-cı suala baxacağım. Mətnə əsasən cədvəli dolduraq. Friedrich Beckerə görə problem nə idi? Problem o idi ki, deməli, musiqi əsərini deməli, təhrif etmək onun üçün ona görə bir problem idi. Yəni, onun üçün problem nə oldu? Düşünürdü ki, hadisəni nəql edən şəxs ifa etdiyi musiqini təhrif edir, dəyişir. Sözlərini, melodiyasını və s. dəyişir. Bu onun üçün problem idi. Və problemin həll yolunu biz harada gördük? Biz deyə bilərik ki, problemin həll yolu kimi deməli, Friedrich ifa olunan musiqinin deməli, Alman bəstəkara deyil, Alman bəstəkara deyil, deməli, Azərbaycan muğamı olduğunu öyrənməsi. Artıq həmin o problemin bir növ həlli olmuş oldu. Aydındırmı? Ona görə problem nə idi? Problem o idi ki, hadisəni nəql edən şəxs ifa etdiyi muğamı sanki təhrif edilmiş kimi gəlir Friedrich Beckerə görə və düşünür ki, o Alman bəstəkarı Johann Sebastian Bach, deməli, onun əsərinin
Toccata hissəsini təhrif etmişi formasıdır. Amma daha sonra öyrənir ki, ifa olunan musiqi Azərbaycan muğamıdır və o klassik Alman bəstəkarının əsəri ilə heç belə deyək də eyniliyi yoxdur o baxımdan. Mətndəki hər obrazın ən azı 2 xarakteri xüsusiyyətini yazaq. Xarakter soruşur bizdən, daxili xüsusiyyət. Baxın, mən indi burada hər iki obraza aid belə deyək, xüsusiyyətlər qeyd edəcəm. Məsələn, danışan şəxs, hadisəni nəql edən şəxs üçün deyə bilərəm ki, milli dəyərlərə sadiqdir. Milli dəyərlərə sadiq bir insandır. Yəni biz harda gördük? Azərbaycan muğamını tanıdır. Belə deyək, Bayatı İsfahanı ifa edir. Onun belə deyək də qorunmasına başqa sözlə bir həssasla yanaşır. Biz bunu görə bilirik. Daha sonra deyə bilərik ki, mədənidir. Təmkinli davranır. Bax, orada xüsusilə təmkinli, hansı ki Friedrich Becher'in o etirazına təmkinlə belə deyək yanaşır. Qarşısındakına belə deyək hörmətlə yanaşır. Mübahisəni bir agresiya ilə yox, izahla aparır da, başqa sözlə. Bəs Friedrich Becher'ə aid hansı xüsusiyyətlər yaza bilərik? Məsələn, adam açıq fikirlidir. Açıq fikirli, yəni Azərbaycan musiqisinə hörmət edən açıq fikirli bir insandır. Muğamı dinləyir, maraqlanır, qiymətləndirir. Aydındırmı? Dərhal rədd etmir, başqa sözlə. Peşəkardır. Ondan ədalətlidir. Bax, biz nə gördük orada? Musiqidə saxtakarlığa qarşıdır, sənətə ciddi yanaşır, müəllim kimi obyektiv mövqe tutur. Aydındırmı? Bütün bunlar da Friedrich Becher'ə aid xüsusiyyətlərdir. Mətndə tünd hərflə verilmiş sözlərin mənalarını izah edəcəyik. Həmin sözlər hansılardır? Deməli, 1. Dolanmaq, təhrif etmək və bir də hansıdır? Dolanmaq elə təhrif etmək 2 dənədir, eləmi? Aha, dolanmaq və təhrif etmək. Dolanmaq sözü yaşayışını təmin etmək mənasını ifadə edir. Bax, buradan qeyd edirəm. Dolanmaq. Yəni yaşayışını təmin etmək. Növbəti sözümüz təhrif etmək. Bu da belə deyək də məzmunu dəyişdirmək, saxtalaşdırmaq, məzmunu dəyişdirmək, saxtalaşdırmaq. Aydındırmı? Mənanı pozmaq və s. bu mənalara gəlir. Başqa yoxdur ki, 2 dənə söz idi, eləmi? Bir dənə də baxın burada, bir dənə gözümdən yayınar. Təhrif etmək və dolanmaq. Oldu. Keçək növbəti suala. Aha, müddəa və fakt. Mütləq 100% qəbulda düşəcək model. Müddəanı yazacağıq. Fakta baxaq. Bu fakta əsasən buna bənzər bir fakt yazmalıyıq və həmin faktları əsaslandıran bir fikir, iddia səsləndirməliyik. Friedrich Becher Bayatı İsfahan muğamını baxın, re minor, toccata və fuqa əsəri ilə qarışdırır. Aha. Baxın, biz verilmiş fakta əsasən qeyd edə bilərik ki, müddəasını qeyd edə bilərik ki, Azərbaycan muğamı, baxın, Azərbaycan muğamı Avropa klassik musiqisi ilə oxşarlıq təşkil edir. Məhz təsadüfi deyil ki, ona görə də Becher həmin muğamı deməli Alman bəstəkarı Baxın əsəri ilə qarışdırır və verilmiş faktla belə deyək də biraz səsləşən növbəti bir fakta yaza bilərik ki, daha sonra o Bayatı Şirazı dinləyəndən sonra, bax, Bayatı Şirazı dinləyir burada. Dinləyəndən sonra deyə bilərik ki, deməli Friedrich Becher, qısa yazıram. Becher Bayatı Şirazı, bax, burada qeyd olunub, bir də deyirəm. Bayatı Şiraz qeyd edirəm. Becher Bayatı Şirazı deməli diqqətlə dinləyir
Diqqətlə dinləyir və onun yüksək sənət nümunəsi olduğunu bildirir. Bitti. Bu da növbəti bir fakt. Siz əlavə nə müddəa, nə fakt yazmısınızsa, yazarsınız şərh bölməsində, müzakirə edərik. Tanımadığını inkar etmək cahillikdir. Öyrənib qəbul etmək müdriklikdir. Fikrini mətnin məzmununa əlaqələndirib ən azı 2 cümlə ilə yazaq. Qeyd edək ki, Friedrich Beckett, təbii ki, onunla əlaqələndirəcəyik. Friedrich Beckett ifa olunan deməli muğamın müəllifinin xalq olduğunu bildikdə deməli təəccüblənir və bu yeni məlumatı müdrikcəsinə, lap belə də qeyd edək, müdrikcəsinə qəbul edir. Qısa. İfa olunan muğamın müəllifinin xalq olduğunu bildikdə təəccüblənir və bu yeni məlumatı müdrikcəsinə qəbul etmiş olur. Bu da belə. Davam edəcəyik. Növbəti maraqlı bir mətnimiz var yenə, test imtahanı mətni. Gəlin buradakı deməli mətnlə tanış olmayan yoldaşlar, yenə deyirəm, videonu dayandırıb mətnlə tanış ola bilər. Belə, biz tanışıq, davam edirik 51-ci sualla. Mətnlə bağlı nə yanlışdır? Test imtahanlarının yaranması fərdi təhsilin inkişafı ilə bağlı olubdur. Fərdi təhsilin yaranması məsələsi deyil. Test üsulunun yaranmasına kütləvi təhsilə keçid və qiymətləndirmənin çətinləşməsi səbəb olubdur. Bəli, bu doğru fikirdir. Test imtahanları yalnız ali məktəblərə qəbul üçün nəzərdə tutulmayıbdır. Burada dövlət qulluğu məsələsi də var idi burada. Ondan sonra baxın, ali məktəblərə qəbul, dövlət qulluğu, peşə seçimi və s. Ona görə deməli, üstə yanlışdır. 1-3. Test sistemi sosial mənşənin asılı olmayaraq hər kəs üçün bərabər imkanlar yaradır. Deməli, bu doğru fikirdir. Test imtahanlarının əsas məqsədi yaradıcı və tənqidi düşüncəni inkişaf etdirməkdir. Yox. Bu yanlışdır artıq. 1-3-5 A variantı olmuş olacaq. Əksinə, test imtahanı elə mənfi cəhəti odur ki, yaradıcı və tənqidi düşüncəni formalaşdıra bilmir. Sillogizm. Təhsildə obyektiv qiymətləndirmə eyni şərtlərin təmin olunmasına tələb edir. Məhz test imtahanları bütün iştirakçılar üçün eyni sual və qiymətləndirmə mexanizmi yaradırsa, deməli, test imtahanları obyektiv qiymətləndirməyə xidmət edir. Bu səbəbdən şagirdlər imtahan zamanı mövzunu dərk etməkdən çox düzgün variantı seçməyə üstünlük verirlər. Yəni, test imtahanında bəli, bax burada şagird mövzunu başa düşməkdən çox düzgün cavab tapmaq üzərində fokuslanır. Biz bunu bu abzasa yaza bilərik. 1-ci, 2-ci, 3-cü və deməli 4-cü abzasa biz bunu yaza bilərik. Hansı abzası artırmaq olar deyib 4-ə. Mətndə bu suala cavab yoxdur. Test imtahanları ilk dəfə hansı ölkələrdə tətbiq olunmağa başlayıb? Bax, burada bir maraqlı bir məqam var. Hansı ölkələrdə deyir? İlk dəfə deməli ABŞ və Avropada tətbiq olunmağa başlayıb. Ölkə deyirsə, ABŞ var. ABŞ ölkədir, aydındır. Avropa ölkə deyil. Avropada gör nə qədər ölkələr var. Amma o ölkələrin adını çəkmir. Ona görə burada ölkələr məsələsinə görə mən A-nı yazardım. İndi B-yə baxıram. Test üsulunun yaranmasına hansı ictimai ehtiyac səbəb olubdur? Bunu bayaqlarım dedik. O səbəb ki, sürətlə sənayeşən cəmiyyətdə kütləvi təhsilə keçid fərdi qiymətləndirməni çətinləşdirmiş, daha çevik və standart ölçə mexanizminə ehtiyac yaratmışdır. Bu bir ictimai ehtiyacdır. Bu var. İlk standart testlər əsasən hansı bacarıqları ölçübdür? İlk standart testlər ilk vaxtlar ölçübdür nəyi? Bax, ilk standart testlər yaddaşı, məntiqi və elementar bilikləri. Bu da var. Bu da getdi. Test imtahanlarının psixoloji təsiri hansı yaş dövründə daha güclü olur?
Bəlkə də düşünürəm ki, cavabı D-nı da götürə bilərlər, ya A-nı ya D-nı götürə biləcəklər. Niyə? Çünki burada bax, psixoloji deməli təsir məsələsi burada əsasən gənclərdədir. Bu gənclik dövrü də başlayır, deyək ki, bəzi mənbələrdə məsələn 15-29 deyirlər, bəzi mənbələrdə 15-24, bəzilərində məsələn 18 29, bəzi mənbələrdə deyək ki 15-30 bu yaş aralığında, düzdür, gənclik dövrüdür da. İndi gənclərdə deyirsək, gəncliyin yaş dövrləri bulardır da. İndi bax burada nə deyir? Test imtahanları şagirdlərdə hara getdi o? Test imtahanlarının psixoloji təsiri hansı yaş dövründə daha güclü olur? Gənclərdə o da indi konkret yaş dövrü 15 yaş adını çəkmir, 18 yaşın adını çəkmədiyi üçün böyük ehtimalla D-nı götürəcəklər. Test imtahanlarının düzgün tətbiqi üçün hansı qiymətləndirmə formaları təklif olunur? D-ha, açıq suallar, layihə əsaslı qiymətləndirmə, şifahi müsahibə, praktik tapşırıqlar, bəli, bunlar təklif olunur. Bu da var. Yenə deyirəm, burada A və B variantlarıdır. Daha doğrusu A və D variantları. Ölkələr dediyi üçün orada ABŞ və Avropa dediyi, Avropa ölkə deyil, orada bir ölkənin adı çəkilir. Ona görə A düşünürəm ki, yanlışdır. D variantında da test imtahanlarının psixoloji təsiri hansı yaş dövründə daha güclü olur. Konkret o gənclik dövrü də, o yaş dövrü 15-dən deyək ki 29-30-a kimi bu yaş dövründə. Çünki niyə o yaş dövründə? Burada da mətndə qeyd olunur ki, çünki bu yaşda, yəni bu gənclərdə stres, qorxu, uğursuzluq sindromu yaradır. O qədər deyib bu çoxlu nümunələr var ki, yüksək intellektual potensiala malik gənclər sırf həyəcan səbəbindən öz imkanlarını tam göstərə bilməmişdir. İnsanlar demir. Aydındır, gənclər deyir. Gənclərin də konkret bir yaş dövrünü dedik. Hardasa 15-də başladı, deyək ki 30-da bitdi bu yaş aralığıdır. Ona görə mən A variantını götürərdim. Mən A-nı götürərdim. Maraqlıdır, görək dəyər nəşrləri hansı cavabı götürəcək. Mən A variantı deyirəm. Və fikrimi də əsaslandırıram. Cümlələrdən biri ilə mətnin əsas və nəticə hissələrini əlaqələndirmək olar. Təbii ki, burada rahat bir sualdır. Buna görə də test imtahanlarının düzgün tətbiqi əsas şərt kimi irəli sürülür. Niyə? Çünki əsasla nəticəni deyir. Buna görə də necə dedi buradan? Buna görə test imtahanlarının düzgün tətbiqi. Bax, düzgün tətbiqindən danışdı burada. Çünki bax, düzgün tətbiqi nədir? Test imtahanları elə ancaq belə deyək də neynəməli deyil. Elə ancaq bax bir dəqiqə tələsməyin, bircə dəqiqə. Deməli, elə ancaq biliş və bacarığı ölçməməlidir də. Daha doğrusu elə ancaq biliyi ölçməməlidir, bacarığı da ölçməlidir. Düzdür? Bacarığı ölçməkdən ötürü test imtahanlarına açıq suallardan, layihə əsaslı qiymətləndirmə, şifahi müsahibə, praktik tapşırıqlar da deyək ki, daxil edilməlidir. Bütün bunlarda test imtahanlarının düzgün tətbiqidir. Aydındırmı? Düzgün tətbiqi üçün şərtdir. Ona görə biz bunu D-yə yazıb, nəticəni də buradan başlaya bilərik. Nəticə olaraq deyə bilərik ki, test imtahanları nə mütləq xilas yoludur və s. və ilə axır. Aydın məsələdir. Ona görə rahat bir sualdır. Cavabımız burada D variantı olmuş olacaq. Mətnə əsasən tamamlayasıyıq cədvəli. Deməli, test imtahanlarında eyni suallar və eyni qiymətləndirmə mexanizmi tətbiq olunur və nəticədə nə baş verəcək? Nəticədə bax, eyni suallar, bax, eyni sual, eyni vaxt, eyni qiymətləndirmə mexanizmləri. Bu da bütün bunlar subyektiv yanaşmaların qarşısını almağa xidmət edir. Subyektiv yanaşmaların qarşısını alır. Subyektiv yanaşmaların qarşısını alır. Yəni obyektiv qiymətləndirməyə səbəb olur. Daha sonra nəticəni verib daha çevik və standart ölçmə mexanizmi kimi test üsuluna ehtiyac yarandı və buna səbəb nədir? Buna səbəb o idi ki, deməli, bir dəqiqə buranı silirəm. Buna səbəb o idi ki, sürətlə sənayeşən cəmiyyətdə kütləvi təhsilə keçid fərdi qiymətləndirməni çətinləşdirmişdi. Yazaq ki, kütləvi təhsilə keçid fərdi qiymətləndirməni çətinləşdirib ona görə. Deməli, kütləvi, necə dedi burada? Yadımdan çıxdı. Hara getdi o? Kütləvi təhsilə keçid fərdi qiymətləndirməni çətinləşdirib. Kütləvi təhsilə keçid
təhsilə keçid, deməli fərdi qiymətləndirməni çətinləşdirmişdi. Ona görə də daha çevik və standart ölçüm mexanizmi kimi test üsuluna ehtiyac yarandı. Növbəti sual: mətnə ən az 3 bəndlik plan hazırla. Baş üstə. Nə var ki, plan deməli ən rahat belə deyək, tapşırıqdır. 1. Test üsuluna ehtiyac yaradan səbəb. 1. Test üsulunun tətbiqinə ehtiyac yaradan səbəb. Bu 1. Test üsulunun tətbiqinə ehtiyac yaradan səbəb. Bu 1. Daha sonra yaza bilərik test üsulunun bax bu hissəyə əsasən qeyd edə bilərik ki, test üsulunun üstünlüyü, əsas üstünlüyü, üsulunun əsas üstünlüyü. Bir də 3 yaza bilərik ki, test üsulunun kölgəli tərəfləri. Bu da növbəti bir plan bəndi. Tünd hərflə verilmiş sözlərdən biri məcazi mənada işlənib, həmin sözü müəyyən edib, cümlədə həqiqi mənada işlətməliyik. Deməli, burada həqiqi mənada işləndiyi cümlə, yaxşı. Burada tünd hərflə verilmiş sözlər test imtahan sözüdür. Test imtahan sözüdür, eyni sözüdür. Sonra tənqidi düşüncə, tənqidi sözüdür, göstərə bilməmişdir. Bir də nə idi? Xilas yolu. Aha, baxaq. Burada məsələn eyni sual, imtahan həqiqi, eyni sual həqiqi, tənqidi düşüncə olar. İmkanlarını göstərə bilmək, yəni üzə çıxarmaq həqiqidir. Burada xilas yolu, test imtahanları nə mütləq xilas yoludur, nə də təhsilin əsas problemidir. Burada təbii ki, yol sözü burada necə deyərlər, fiziki yol mənasında yox. Burada yazıram mən, yol sözünü yazıram, yol. Yol sözü burada fiziki yol deyil, bir insanı çətin vəziyyətdən çıxaran, problemi həll edən bir çıxış üsulu kimi nəzərdə tutulur. Ona görə yol sözüdür. Həqiqi mənada işlədirəm ki, məsələn, kəndimizin yolları deyək ki, asfaltlandı. Belə. 59-cu sual: test imtahanlarının üstünlükləri və çatışmayan cəhətləri. Üstünlükləri nələrdən ibarətdir? Bayaqdan deyirik biz onu. Üstünlükləri odur ki, obyektivlik, bərabər imkanlar yaradır. Çünki subyektiv yanaşmanın qarşısını alır. Ondan sonra sosial mənşəyindən asılı olmayaraq hər kəs öz bilik və bacarığını nümayiş etdirmə imkanı yaradır. Yazaq. Nə yazaq? Subyektiv yanaşmanın qarşısını alır. Subyektiv yanaşmanın qarşısını alır. Qeyd edirəm, bax. Subyektiv yanaşmanın qarşısını alır. Qısa yazıram. Bu 1. 2. İkinci fikrə nə yazacağım? Yazacağım ki, bərabər imkanlar yaradır. Bərabər imkanlar yaradır. Bərabər imkanlar yaradır. Üçüncü, sosial mənşəyindən asılı olmayaraq, qısa qeyd edirəm. Sosial mənşəyindən deməli asılı olmayaraq hər kəs öz bilik və bacarığını nümayiş etdirir. Asılı olmayaraq hər kəs öz bilik və bacarığını nümayiş etdirir. Bu üstünlükləri. Bəs çatışmayan cəhətlər hansılar? Təbii ki, qeyd etdiyimiz kimi test üsulunun bir kölgəli tərəfi də az deyil. Çünki daha çox yaddaşı və belə deyək də, məntiqdən çox variant seçmə bacarığını önə çıxarmış olur. Şagirdlər mövzunu başa düşməkdən daha çox düzgün cavabı tapmaq üzərində fokuslanır. Nəticədə yaradıcılıq, tənqidi düşüncə və sərbəst fikir ifadəsi arxa plana keçir. Yazırıq ki, yaradıcı, tənqidi və belə də yazıram, yaradıcı, tənqidi düşüncəni
formalaşdıra bilmir. Tənqidi düşüncəni, yaradıcı düşüncəni formalaşdıra bilmir. Bundan əlavə baxın, bu günlərim 9, 10, 11-ci şagirdlərinə baxaq. Baxın uşaqlar, inciməyin. İki kəlmə sözü ard-arda qoyub əksər hallarda danışa bilmirik. Niyə? Sərbəst fikir ifadəsi arxa plana keçibdir. Sərbəst, bax yazıram, sərbəst. Bu birinci oldu, ikinci. Sərbəst fikir. Sərbəst fikir mübadiləsi arxa plana. Arxa plana keçib. Arxa plana keçibdir. Aydındır, çünki bədii əsərlər oxumuruq biz və s. Bunlar, çatışmayan cəhətlərdir, bunlardır. Mətnə görə düzgün hesab etdiyiniz yalnız bir hökmü seçək, ən azı 2 cümlə ilə əsaslandıraq. Test imtahanları müasir təhsil sistemində sosial ədalətin təmin olunmasına xidmət edir. Mən biri götürürəm. Test imtahanları şagirdlərin yaradıcı və tənqidi düşüncəsinin inkişafı üçün ideal qiymətləndirmə yanlış. Test imtahanları təhsildə yaranan bütün problemlərin əsas səbəbidir, ləğv olunmalıdır fikri də yanlışdır. Birinci fikirdir, düzgün hökm. Test imtahanları müasir təhsil sistemində sosial ədalətin təmin olunmasına xidmət edir və əsaslandırıram. Çünki buna səbəb nədir? Çünki eyni suallar, eyni vaxt, eyni qiymətləndirmə mexanizmi subyektiv yanaşmanın qarşısını alır və belə deyək də, sosial mənşədən asılı olmayaraq hər kəs öz biliş və bacarığını nümayiş etdirə bilir. Eyni suallar, eyni vaxt, bax yazıram. Çünki eyni sual, eyni suallar, eyni vaxt və eyni qiymətləndirmə mexanizmi sosial mənşəyindən asılı olmayaraq, bax qısa yazıram, olmayaraq hər kəs üçün sosial mənşəyindən asılı olmayaraq hər kəs üçün öz biliş və bacarığını nümayiş etdirmə imkanı yaradır. Hər kəs üçün deməli öz bilik və bacarığını nümayiş etdirmək imkanı yaradır. Qısa qeyd elədim. Aydın oldu. Yenə sizin hansı sualda nə çətinliyiniz olarsa yazın şərh bölməsində. İnşallah ki cavablandıracağım, fikirlərimi bildirəcəm. Və bu arada nə edirik? Abunə oluruq. Deməli kanalıma abunə oluruq. Belə videonu da bəyənək. Aydındır? Belə oldu. Hələlik.